Futbol təxminlərimi qeyd eləyəcəm. Birinci oyunumuz Crystal Palace-la Aston Villa oynayır. 5 oyunda qalib gələ bilmir Crystal Palace. Bunların da içərisində öz evində Fulhamla heç oynayıb, Tottenham isə evdə uduzub. Bunları nəzərə alsaq, formada olan Aston Villa sığortalı qələbənin hissəsini götürə bilərik. İkinci seçim kimi də qana komanda hər hansısa qazanar, bəli. Brentford Sunderland oyununu toplam qollar 2-3 seçimini dəyərləndirmək olar. Fulham Chelsea. Evində yaxşı nəticə edən Fulham son 8 oyunun cəmi birində qalib gələn Chelsea var qarşımızda. Oyun kontorlara satılmasa, 0-0 və yaxud 0-1, 1-0 hesabları olmasa, bu oyunun düzü Chelsea-nin qələbənin hissəsi və 1-5 üst seçimi dəyərləndirə bilərik. 1.53 əmsalı var topazda. Əgər ağlınıza batarsa. İkinci seçim kimi də qol-qol seçimini dəyərləndirməyə dəyər. Manchester City, Brighton. City 42 xalla ikinci yerdədir. Birinci yerdə olan Arsenal isə 48 xalı var. 6 xal fərqləri var aralarında. Bu fərqi daha da artırmaz deyə düşünürəm Manchester City. Evində öz heyətinə də baxsaq, ev amilini də nəzərə alsaq, Manchester City-nin qələbəsi dəyərləndirmək olar. Yəni özündən fantaziyada uyduran əmsal artırmaq istəyənlər üçün də, maraqlı əmsal düzəltmək istəyənlər böyük əmsal, qələbə 3-5 alt seçimində dəyərləndirə bilərlər. 2.73 əmsalı var, əgər fikrinizə üstə düşürsə. Barcelona Atletik tək oyundur, yarımfinal oyunudur. Çox da dərinə getməyə ehtiyac yoxdur bu oyunla bağlı. Çünki tam heyətlə çıxır. Demək olar işsizdir Barcelonanın heyəti, qabil nəzərə almasaq. Barcelona qələbə kontorların hər hansısa bir müdaxiləsi olmasa, ev sahibinin təmiz qələbəsi çıxır. Bologna Atalanta oyununda qol aralığını ata bilərik o ortalığa. 2 və 4 qol aralığı, 2-4 qol aralığı, 1.40 əmsalı var. Fərqli bir seçimdə olacaq 1x və qol-qol. Yəni hər iki komanda qol vurar və Bologna uduzmaz. Qəşəng əmsalı var. Napoli Verona oyununda Napoli qələbə seçimi dəyərləndirə bilərik. Əmsal artırmaq istəyənlər isə qələbə 1.500 seçimi ilə dəyərləndirə bilərlər. Newcastle Leeds oyununda kün zərbələri 9.5 üst ortalığa atmağa dəyər. Sığortalı əgər əmsalı qane eləyərsə 8.5 üstünü də yoxlaya bilərsiniz. 1.35 əmsaldır 8.5 üstü. Parma Inter oyununda isə Interin qələbəsi. 10 dənə oyun oldu. Diqqətli seçimlər edin. Əsas odur öz analizlərinizə üstünlük verin. Hansı oyunlar sizin fikrinizə üstə düşürsə onları kuponlarınızı dəyərləndirə bilərsiniz. Bu günlərdə 2-4 əmsal, bir də 10 əmsal şəxsi kuponlarım var. Onları əldə etmək üçün bir ada əlaqə nömrəsi yaza bilərsiniz. Telegram kanalımda izləyəcəm üçün bu günə xüsusi 100 əmsal bir kupon paylaşacağam. Onun üçün də Telegram kanalına qoşulmaq istəyənlər balaca hərflərlə bitişik şəkildə Liverskor 777 yazaraq Telegram kanalıma qoşulub anlı olub gündəlik oyunlardan yararlana bilərsiniz. Bir daha uğurlar, bol şanslar. Özünüzə yaxşı baxın, itirə biləcəyiniz məbləğləri mərc edin. Kimlər də indiyənə kimi mərc etməyibsə, indən belə də mərc etməsin, həmişə də qazanan tərəf sizlər olursunuz.